istədiyim anda. Heç bir zaman övlad istəmədiyim zaman. Hər kəs tərəfindən qınaqlara baxmayaraq, yenə də illərcə istəmirəm, özüm uşağım daha. Uşağı neynirəm deyə bir gün məcburən olmalıdır deyənlərlə razılaşdım illər sonra. Və o an gəlincə 9 ayın ölümcül əzabları çəkməyimin bərəsini görüncə, xoşbəxtlik sözünün mənasını anladım, tatdım. Nəhayət xoşbəxtlik bu imiş, mən də hiss etdim. 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 Nəhayət xoşbəxtlik bu imiş.